Türkiyədə yaşayan Azərbaycanlı tələbəm rus sözlərindən istifadə elədikcə nervlənirəm deyir. Çünki nə Azərbaycan dilində təmiz danışa bilir, nə də türkçə təmiz danışa bilir. Bol rus sözlərindən istifadə edir. Halbuki rus məktəbini oxumayıb, rus dilində bilmir. Bu da işinə mənfi təsir göstərir. Bunun səbəbi nədir? Balacalıqdan qulağımız rus sözləri bol eşidir, valideynlərimizdən, ətrafımızdan və bu da bizim nitqimizə sirayət eləyir. Avtomatik olaraq biz bunu şuurlu şəkildə öyrənmirik, avtomatik olaraq bu bizim dilimizə hopur. Bundan qurtulmağın yolu varmı? Var. Rus dilindəki sözlərdən istifadə elədiyim zaman, misal olaraq, uje dərsə gecikirəm. Amma mən uje dedim. Ujenin qarşılığı nədir? Artıq dərsə gecikirəm. Nə qədər səlis, nə qədər təmiz səslənir, elə deyilmi? İlk olaraq həmin istifadə elədiyimiz sözlərin qarşılığını öyrənirik, ondan sonra nəzarətdə saxlayırıq. Nəzarət prosesin yarısıdır. Nəzarətdə saxladıqca bir dəfə səhv eləyəcək, 2 dəfə, bəlkə 3 dəfə, sonra doğru variantı artıq nitqimizə hopmuş olacaq.